Bəzi sürüşmə zonalarında aktivlik artıb. Son günlər yağan yağışlar nəticəsində paytaxtda Yeni Günəşli Yaylası adlanan ərazidə sürüşmə baş verib. Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə köhnə sürüşmə zonalarında da aktivlik müşahidə olunur. Zığ sahəsi, Badamdar sahəsi, Zəligöl sahəsi, son zamanlar belə deyək ki, Əhmədli Yaylasının tam yuxarı hissəsində sürüşmə qeyd olunub. Eyni zamanda mikro-seysmik hərəkətlərin aktivliyi də bu sürüşmə sahələrinin aktivləşmə perioduna təsir edirlər. Yağıntılar bölgələrdəki sürüşmə zonalarına da təsir edib. Şamaxı ərazisində bir neçə yerdə, Şamaxı şəhərinin özündə, Sis Qaleybuqrud ərazisində demək sürüşmə sahələri olub və mütəxəssislərimiz orada iştirak ediblər. Rasim Niftəliyev deyir ki, Cənub bölgəsində də köhnə çökmə oturma sahəsində aktivlik əmələ gəlib. Son zamanlar Masallı rayonunun Qodman kəndində xüsusi proqram çərçivəsində çökmə oturma sahələrinin öyrənilməsi üçün bura qədim bir sahədir, çökmə oturma sahəsi, işlərimizi davam elətdiririk. Baş geoloq bildirir ki, leysan yağışların təsirindən və seysmik aktivlikdən asılı olaraq sürüşmələr davam edə bilər.